İstər şəxsi həyatda, istər karyera həyatımızda uğurlu olmaq üçün və həvəsdən düşməmək üçün ən önəmli şeylərdən biri aydın, dəqiq və bizi ifadə edən məqsədlər formalaşdırmaqdır. Çünki qeyri-müəyyən bir şey üçün çalışarkən biz tez-tez həvəsimizi itirə bilərik. Ancaq qarşınızda dəqiq görünən bir məqsəd olanda, o zaman o məqsədə doğru daha əmin addımlarla irəliləmək mümkündür. Növbəti tövsiyə edəcəyim məqam isə o məqsədə çatsanız nə olar? Bunu vizuallaşdırmağınızdır. Yəni bir məqsəd uğrunda çalışırsınız, daim gözlərinizin önündə o mənzərə olsun ki, əgər o məqsədim gerçəkləşsə, həyatımda nə baş verə bilər? Bunu etdikdən sonra üzərinizə düşən ən önəmli şeylərdən biri davamlı şəkildə o məqsəd üçün çalışmaq və proqresinizi izləməkdir. Proqresi izləmək davamlılığı və motivasiyanı saxlamaq üçün çox önəmlidir. Bunu müəyyən applicationlar vasitəsilə eləyə bilərsiniz və ya bir dəftər tutaraq, yazaraq eləyə bilərsiniz. Çox sevdiyim sözlərdən birində deyir ki, consistency is a key. Yəni ki, davamlılıq açardır və bu davamlılığı saxlamaq və izləmək üçün ən gözəl vasitələrdən biri elə o proqresimizi gözlə görünür bir şəkildə bir yazı ilə və ya bir applicationla kalendarda hər dəfə belə deyim üzərinə klikləyərək izləməkdir. Və motivasiyadan düşməmək üçün digər ən önəmli məqamlardan biri dəstək almağı bacarmaqdır. Bəzən elə məqamlar olur ki, tək başına biz yetmirik. Burada bir müəllim, bir mentor, valideyn, bir dost dəstəyinə ehtiyac olur. Buna görə də bu kimi vəziyyətlərdə dəstək almağı bacarmaq əslində motivasiyanızı, belə deyim, disiplininizi sizə qaytarmaq üçün çox kömək ola bilər. Və digər ən önəmli məqam isə ingilislərin bir sözü var, flexible olmaqdır. Yəni bəzən biz nə qədər çalışaq, həyatda hər şey bizim istədiyimiz kimi getməyə bilər və o məqsəd, o plan reallaşmaya bilər. Onda artıq tamamilə həvəsdən düşüb hər şeydən imtina etmək yox, flexible olaraq, yəni vəziyyətə uyğunlaşaraq, yeni alternativ bir plan yaradaraq onun uğrunda çalışmağı bacarmaq lazımdır. Hamısını etdikdən sonra isə ən sonda isə mütləq özümüzü mükafatlandırmağı unutmamalıyıq. Çünki müəyyən bir məqsəd uğrunda çalışıb, o məqsədə çatdıqdan sonra özünüzü mükafatlandırmasaz, o həzz duyğusunu almasaz, bundan sonra başqa məqsədlər uğrunda çalışarkən sizin o qədər də güclü motivasiyanız olmayacaq. Buna görə ən kiçik şeyi belə həyata keçirəndə, ona nail olanda özünüzü mükafatlandırmaq, o həzz duyğusunu dadmaq, növbəti məqsədlər üçün çalışmaqda həvəs, motivasiya yaratmaq üçün çox önəmlidir. Uğurlar!